Son illər əksər ölkələrdə, o cümlədən Azərbaycanda ənənəvi közərmə lampalarının istifadəsinə məhdudiyyətlərin tətbiqi və onların tədricən bazardan çıxarılması gündəmdədir. Mütəxəssislər bildirir ki, közərmə lampaları cibi də yandırır, evi də. Çünki bu lampalardan istifadə olunan evlərdə qısa qapanma riski yüksəkdir. Yanvarın 1-dən həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq 60 watt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilib. İyuldan isə 25 wattdan 60 wattadək gücə malik olan közərmə lampalarının satışı qadağan ediləcək. Bəs sakinlər nə düşünür? LED də istifadə edirəm bəzən, ənənəvidən də. Hansı fərq görürsünüz lampalar arasında? LED-lər biraz davamlı olur. Obursular heç bir həftə, 10 gün keçmir. Bunlar daha qənaətçildir. Həm də uzun ömürlüdürlər. Çoxdan keçmişsiniz bu lampaları? Təqribən bir ildən bir qədər çox. Sovet lampalarını işlədirəm mən bugün də. Ağ işıq sanki çox belə sürətli gözümün içinə düşür. Mən kitab oxuyuram pastayanlı axşamlar. O ağ işıq məni oxumağa mane olur. Energetika Nazirliyinin şöbə müdiri Cahid Mikailov deyir ki, közərmə lampaları aşağı enerji effektivliyinə malikdir. Bu da böyük enerji sərfiyyatına səbəb olur. LED lampalarsa uzun ömürlüdür, məişətdə 7 il istifadə oluna bilər. Bu lampaları istifadə edəndə təbii ki, elektrik enerjisi istehlak edirik. Əgər biz o 7 il ərzində bir LED lampasını istifadə edərkən cəmi deməli 105 kWh elektrik enerjisi istehlak ediriksə, közərmə lampalarında 900 kWh deməkdir. Manat ekvivalentində baxsaq, deməli közərmə lampalarının istifadəsi zamanı 900 kWh elektrik enerjisinin istehlakı bizə 75.6 manata başa gəlir. LED lampalarında bu rəqəm 8.8 manatdır, yəni 8 manat 80 qəpik. Azad olunan ərazilərdə yeni salınan kənd və qəsəbələrdə artıq LED əsaslı işıqlandırma sistemləri quraşdırılır. Kənd həcmində küçə və yolların işıqlandırılması təxminən həmin kəndin 5-6% civarında beynəlxalq araşdırmalar olaraq istehlakını təşkil edir və biz artıq LED əsaslı işıqlandırmaları keçdikdə bu rəqəm 1-2% civarında öz əksini təmin. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə yeni salınan küçə və yollarda 7000-dən yuxarı artıq LED əsaslı işıqlandırma sistemləri quraşdırılmışdır ki, bunun da təxminən 40%-i günəş əsaslı olmaqla hibrid işıqlandırma sistemləridir. Mütəxəssislər vurğulayır ki, ənənəvi lampalar gözümüzə də zərərlidir. LED lampaların pulsasiya səviyyəsi 1%, közərmə lampalarında isə 13%-dir. Həmçinin LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır. Qeyd edək ki, Avropa İttifaqı 2009-cu ildən etibarən közərmə lampalarının mərhələli şəkildə ləğvinə başlayıb və 2012-ci ilə qədər bu proses tamamlanıb. Avstraliya, ABŞ və Filippində də istehsalı, idxalı və satışı qadağan edilib. Turanət Ağızadə, Elvin Muradov, ATV Xəbər.